Xərçəngin müalicəsi çoxdan tapılıbdır. Ürək-damar xəstəlikləri, şəkər xəstəliyi, xərçəng xəstəliyinin bir obyektiv səbəbi var. O da gipodinamiya, az hərəkətlilik. Fiziksal faktorları başlayaq. Elektromaqnit dalğalar və digər amillər. Kimyasal amillər. 100 il bundan öncə bir belə kimyasal amillər yox idi. Yuyucu vasitələr, təmizləyici vasitələr və s. Kloklar, filanlar, bəsməkan. Qida məsələsi. Qida getdikcə keyfiyyətini itirir. Son 30 ildə heç bir keyfiyyətli qidaları artıq istehsal eləmirlər. Qidalar tam birbaşa xərçəngi və digər xəstəlikləri yaratmağa səbəb olan orada maddələr daxil olunur. Psixoloji gərginlik. Getdikcə kapitalizmdə hamı stres içində yaşayır, pul dalınca qaçmaq. Ümumiyyətlə bazar iqtisadiyyatı insaniyyətə ziddir. O yollardan da biri xərçəngin müalicəsini əngəlləməkdir. Təsəvvür eləyin ki, elmi sübutu olmayan 3 üsulu istifadə edirlər. Elmi sübutları olan üsulları isə qoymurlar protokollara daxil olsun. Baxmayaraq ki, bir çox ölkələrdə var o klinikalar. Deyək ki, Almaniyanın özündə 200-dən çox belə inteqrativ təbabət klinikaları var.